Rəhman və rəhim olan, bağışlayan Allahın adı ilə. Xoş gördük, əziz və vəfalı inamsevərlər. Müqəddəs Ramazan ayının, Quran ayının 5-ci günündə iftara doğru ilahi təslimiyyətimlə qəlbimdən gələn, süzülən, ən səmimi, ixlas dolu, ilahi təqva dolu dualarımla hər birinizi salamlayıram. Allahın mərhəməti, şəfqəti, sağlam, bərəkətli, uzun ömrü hər birinizin üzərinə olsun. Allah Taala tutduğumuz oruçları, qıldığımız namazları əksikləri ilə qəbul etsin. Eləcə də namaz qılmayan, oruç tutmayan, ancaq müqəddəs Ramazan ayına, Quran-ı Kərimin nazil olduğu bu mübarək aya ehtiram göstərən, yardımlaşan, paylaşan, müqəddəs şəhid doğmalarının qapılarını açan, qəhrəman qazilərimizi ziyarət edən, eləcə də ehtiyac sahiblərinin ehtiyaclarını ödəmək üçün yola çıxan bütün soydaşlarımızın etdiklərini Rəbbim bu mübarək ayda ailəcə savablarına yazsın. Həmçinin Allah onlara da oruç mədəniyyəti ilə, oruç ibadətini həyata keçirmək üçün iman dolu, bərəkətli fürsət ehsan etsin. Bəli, yenə də nurlu simalar, cəmiyyətin, toplumun, xalqın sevimliləri inamın işığında sizlərə xidmət üçün gəldi. Ağa Hacıbəyli, məncə bu ad yetərlidir. Azərbaycanın mənəvi mühitində, mənəvi dəyərlərimizin, mədəni irsimizin, birlik və bərabərliyin, vəhdətin, cəmiyyətə və topluma aşılanması yolunda mücadilə verən aydınlarımızdan ilahiyyatçı Ağa Hacıbəyli. Ağa, mən xoş gördük. Xoş gördük, dəyərli seyidimiz. Necəsiz? Həmdə və sənalar olsun. Əgər dünyəvi ölkə olan Azərbaycanda Allahın izni ilə himayəçin Azərbaycan dövlət başçısı, Qarabağın Fatihi İlham Əliyev cənabları ola, Ramazanın fəzilətlərini sizlərlə bərabər insanlığa çatdıraq, mənim halım belədir. Demək ki, şükür edirəm, Allaha sonsuz həmdi və sənalar olsun. Mənim əziz qardaşım, digər qonağım, Respublikanın əməkdar artisti, mən onu xalqın sənətkarı adlandırıram. Öz gözəl avazı ilə 100 minlərin könlünü fəth edən, sənəti ilə bərabər əxlaqı ilə sayılan və seçilən Respublikanın əməkdar artisti Zakir Əliyev. Xoş gördük, əziz qardaşım. Xoş gördük, Seyid. Salamlayıram sizi və bu müqəddəs Ramazan ayında bizə baxan bütün müsəlman dünyasını salamlayıram. Oruc namazınız qəbul olsun deyirəm. Allah qorusun xalqımızı, millətimizi, dövlətimizi. İman əhli olan hər kəsə salam olsun. Allah qorusun. Və aleykümə salam. Gözəl bir salamlama oldu. Mənim digər ilahiyyatçı qardaşımız, övladımız bugün Astaranın Vaqo kəndindən gəldi. Keçən Ramazandan xatırlayırsınız, əziz izləyicilərimiz, milyonların könlünü öz ilahiləri ilə, əzanı ilə, Quran kəlamları ilə fəth edirdi. Elnur Əliyev. Elnur, xoş gəldin. Xoş gəldin. İnşallah yaxşısan. Şükürlər olsun. Allah razı olsun. Cümləmizdən. Niyyət bəllidir. Quran ayında mələklərin belə seyr etdiyi iftara doğru bu zamanda Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov başda olmaqla 1-ci, 2-ci Qarabağ şəhidləri, Xocalı, 20-si yanvar, antiterror tədbirləri zamanı şəhadət zirvəsinə ucalmış aslanlarımız, diri şəhidlərimiz olub, Qarabağ şəhidləri, onlar potensial şəhid idilər, haqqın dərgahına qovuşublar, onlar üçün niyyət edəcəksən. Bir niyyətin isə ümumilli liderimiz, ulu öndərimiz, milli, mənəvi, mədəni irsimizin, elə Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş ümumilli liderimiz Heydər Əliyev cənablarının da əziz ruhu üçün hədiyyə etməyini istəyirəm. Bir də bu an ekran qarşısında ixlasla, ilahi təqva ilə etdiyim, edəcəyim dualara amin deyən hər bir kəsin də vəfat etmişləri üçün niyyət et. Çünki onların da haqqı var. Başqa televiziya kanallarına bu an baxmırlar. Bizi izləyirlər. İftara doğru biz də onlara nə edək? Borçlu qalmayaq. Elə isə ya Allah, Bismillah.
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين صدق الله العظيم. Elnur, Allah səsinə, nəfəsinə, elminə güc versin. Əgər bu iki qonağı burada çağırmasaydım, deyərdim, ardını oxu, Quran ayıdır. Allah Taala inşallah şəhidlərimizi xəbərdar etsin. Qoy Quranın və şəhidlərin şəfayəti qalib sərkərdəmizin, qalib ordumuzun, qalib xalqımızın üzərindən bir an olsa belə əksik olmasın. Qoy şəhid doğmalarının, o mübarək insanların, Qarabağ qazilərinin və bu an bizi izləyən hər bir kəsin üzərindən də əksik olmasın. Təşəkkür edirəm, var olasan. İnamın işığında hələ neçə gün buradasan, arıcı olaraq Quran qirayətini həyata keçirəcəksən. Bəli, əziz qardaşlarım, Ağa müəllim, sizdən başlayaq mı? Bugün istədim ki, Ramazanda iftar süfrələrinin əhəmiyyətindən, iftar süfrələrinin təşkil olunmasından və iftar süfrələrindəki iştirak edəcək insanların daha çox kimlərdən ibarət olmasından danışaq. Sonra isə çoxlu sayda suallarımızı cavablandıraq. Ustad sənətkarımız, xalqın sənətkarı, mənim əziz qardaşım, əxlaqlı qardaşım Zakir müəllim də insanı imana səsləyən o gözəl səsi ilə könülləri fəth edər. İftar süfrələrini bu qədər vacib edən nədir? Bu ilahi ziyafətin əhəmiyyəti, dərəcəsi və ilahi ziyafətdə daha çox kimlər iştirak etməlidir? Çünki günümüzdə görürük, sosial şəbəkələri izləyirik, xəbər saytlarını, ilahi fürsət ayı olan Ramazanı bəziləri fürsətin yerini dəyişik salıblar. Şəxsi mənafi ilə əvəzləyiblər. Bu da çox üzücüdür. Xəbəriniz var, artıq menyular təqdim olunur. 120 manat, 140 manat, 80 manat. İslam bizə bunu mu dedi? Allah bizə bunu mu dedi? Bu ayın bərəkəti ilə bərəkətlənmək üçün,
ilahi rizanı haqq etmək üçün belə mi davranmalıyıq? Bunlara da toxunacağıq. Ancaq öncə iftar süfrələrinin əhəmiyyəti, iftar süfrələrində daha çox kimlərin iştirak etməsinin zəruri olduğunu. Buyurun, söz sizindir. Dəyərli seyircimiz, mən də əziz izləyicilərimizi Allahın gözəl salamı ilə salamlamaq istərdim. Edilən bütün dualara amin deyərək verdiyiniz mövzuya onun ətrafında biraz söhbət eləməyə çalışaq. Buyurun. İftar süfrələri 1400 ildir. Son Nəbilər Sultanı Aleyhissalatu Vesselam'ın əli ilə açıldı. Onun ətrafında səhabələri əyləşdi, əshab-ı suffə əyləşdi. O süfrə başında kainatın ən əziz insanı oturduğu kimi, eyni zamanda yer üzünün ən bir yönü ilə kasıb, yoxsul deyən adamı da bir süfrənin başında əyləşdi. Bu deməkdir ki, əsrlər bundan sonra da iftar süfrəsinin mahiyyətini və ruhunu anlayan insanlar bir şeyin həqiqətinə varacaq ki, orada bərəkət var, orada əyləşmək üçün gərək haqq sahibi insan olsun ki, o süfrənin başında otursun. Əvvəla, Ramazan özü bir ilahi ziyafət ayıdır. Bu süfrənin başında təqva var, sevgi var, mərhəmət var, şəfqət var, gözəlliklər var. Əsas olan odur ki, Allah öz rizasını o süfrənin üzərinə qoyub. Önəmli olan bu 12 saat müddət ərzində aç, susuz qalmaq deyil. Eyni zamanda acların, yoxsulların, dünyanın dörd bir tərəfində aclığın pəncəsi altında inildiyən insanların halına daşımaq, onu yaşamaqdır. Doğru. Amma Quran-ı Kərimin bəzi ayələrinə biz diqqət yetirəndə, özəlliklə yeyin, için, israf etməyin, israf edənləri Allah sevməz hökmünü də bu süfrəmizin başına gətirməli. Bilməliyik ki, bəli, madam Rəbbim mənə bu fürsəti veribsə, israfa getməyək. Çünki Ramazan ayında önəmli olan iftarı etməkdir. Biz əgər su ilə, xurma ilə iftarımızı açırıqsa, hətta son günlər bunun da üzərinə düşülüb ki, görəsən niyə su ilə açırlar, niyə xurma ilə açırlar. Bunu da deyək ki, Təftiş edirlər. Bunu da deyək ki, Rəsullar Rəsulu, kainat məktəbinin böyük müəllimi bu üsulu, bu üslubu qoyub, biz ümməti də, Ənənə halına bu aid. ümməti də olaraq biz də onu təqlid eləməyə çalışırıq. Təbii ki, əsrlər bundan sonra da bu ənənə davam eləyəcək. Hər adam süfrə aça bilmir. Süfrə açmaq üçün gərək insanın könlü açıq olsun. Süfrə açmaq üçün gərək insanın zehni açıq olsun. Rəbbimizin süfrəsində mələklərlə çiyin-çiyinə oturmaq üçün insan gərək könül evini təmizləsin, könül dünyasını təmizləsin. O dünyəvi hisslərdən açıq söyləyək ki, hər kəsi Allah yaratdığı zaman içərisində nəfis adında bir kiçik firon yaradıb. Biz 11 ayda o kiçik fironu o qədər bəsləyib böyüdürük ki, bir gün gəlir bizim sinəmizdə taxtını qurur, ərşini qurur. Əslində, iftar süfrəsi vermək yaxşı mənada o içəridə, daxili aləmdə bir inqilab eləməkdir. Onu rədd eləmək, Rəbbin rəhmətinə sığınmaq, həqqi mənada Allaha hicrət eləməkdir. Təşəkkür edirəm. Elə gözəl dediniz ki, həm də cəhənnəm əzabından qurtuluşdur ilahi ziyafətin savabı. Belə deyə bilərikmi? Əlbəttə ki, Allah razı olsun. Və bu arada çoxlu sayda bu 5 gün içərisində ölkəmizdə kütləvi şəkildə iftar süfrələri təşkil olunur. Bu da xalqın bu dəyərlərə, Ramazanın fəzilətlərinə bağlılığından, sevdallığından xəbər verir. Heydər Əliyev Fondunun artıq iftar süfrələri təşkil etməsini biz sosial şəbəkələrdən izləyirik. Hətta dünən çoxlu sayda şəhid ailələrinin iştirakı ilə bir məna olaraq, bütövlüklə şəhid ailələrinin iştirakı ilə iftar süfrələrinə start verildi. Hörmətli Arzu xanım Əliyevanın birbaşa iştirakı ilə orada səmimi bir ortamda, mənəvi bir ortamda çox qəlbə fərəh verən biz o şəkilləri gördük. İnam komandası olaraq biz də bol-bol dualar etdik. Məncə bu nümunədən bütün insanlarımız, iş adamları, dövlət adamları istifadə etməlidir. Nümunədən ibrət götürməlidir ki, o süfrələrdə daha çox haqq sahibləri, birinci növbədə şəhid ailələri, o şəhid ailələri ki, onlar bu vətənin, bu dövlətin varlığı uğrunda balalarını nəzir dedilər. İnsan üçün, Zakir müəllim, bu həyatda candan şirin nə var ki? Bala baldan şirindir. Balı yeməyən onun dadını bilməz. Adamlar balalarını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda etdilər. Ona görə də birinci iki növbədə şəhid ailələri simvol olaraq belə düşünürəm ki, birinci hər kətdə, hər rayonda
müqəddəs şəhid doğmaları, şəhid övladları, şəhid atanaları, şəhid yarları, şəhid bacı və qardaşları ilk sırada oturmalıdırlar ki, o ilahi ziyafət daha da bərəkətlənsin, daha da nəşələnsin. Ustadım, necə keçir Ramazan? Allaha şükür, yaxşıdır hər şey. Yəni, ağac çox gözəl dedi. Hər insanın ürəyi yoxdur ki, Allah yolunda o süfrələri təqdim eləsin insanlara və orada artıq heç bir qazancdan söhbət gedə bilməz. Çünki Allahın verdiyi ruzunu sən onun bəndələri üçün süfrə açırsan, onların qarnını doyursan. Yəni, həm də burada bir insanların bir bərabərləşməyi var. Yəni, bəli, o kasıb, varlı, yəni ruzu Allahdandır. Allah birinə ruzu verir, birinin deyək ki, əqli, kamalı yüksək olur, amma ruzusu Allahdan az olur. Yəni, bu belədir, bu Allahın qoyduğu bir yoldur. Yəni, nə qədər biz özümüz də həyatda görürük ki, nə qədər çalışmaqla deyil, yəni çox, nə qədər çalışsan da əgər Allahdan ruzuya bərəkət yoxdursa, çox qazanmaqla deyil. Görürsən ki, bəzən çox qazanırsan, amma bərəkəti yoxdur. Bəzən az qazanırsan, amma Allah o qədər bərəkət verir ki, üzülmür. Təşəkkür edirəm, var olasınız. Yəni, deyirəm, öz kimliyini dərk edə bilsəydi hər insan, qoymazdı gedə ömrünü bir dəm hədər insan. Yox şübhə ki, dünyada mələk tək ucalardı. Öz nəfsini ram eyləyə bilsəydi gər insan. Əhsən. Allah razı olsun. Elə isə bu an sponsora keçid edək. Yenidən İnamın işığında müzakirəmizi davam edərik. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Təşəkkür edirəm. Öncə verilişimizin baş sponsoru, halallığına inandığım, etibar etdiyim, xüsusi olaraq Ramazanda, imsakda insanların sevərək istifadə elədiyi cənnət ət məhsullarına, onun dəyərli rəhbərliyinə dualarımla təşəkkür edirəm. Cənnətin bütün məhsulları halaldır. Mən də 10 minlərdə cənnətə etibar edirik. Sizləri də rahat bir şəkildə cənnətin məhsullarından istifadə etməyə dəvət edirəm. Verilişimizin digər sponsoru Hacı Seylon çaylarıdır. Hacı Seylon çayları imtina edilməyən təklifdir. Biz də elə canlı efirimizdə də, evimizdə də, yüzlərlə dostlarımız da Hacı Seylon çaylarına etibar edirik. Sizlər də rahat bir şəkildə Hacı Seylon çaylarına etibar edə bilərsiniz. Süfrələrimizin bəzəyinə çevrilən, xüsusi olaraq Ramazanda iftar süfrələrinin bəzəyi olan şah plov düyülərinə, onun dəyərli rəhbərliyinə təşəkkür edirəm. Allah Taala sponsorlarımızın, xalqımızın, dövlətimizin ruzisini xeyirlisi ilə bol qərar versin. Elə bu an bizi izləyən hər bir kəsin də Allah ruzisini sağlam canla çoxaltsın. Bu da bir haqdır. Əgər verilişimizin sponsorluğunu edirlərsə, düşünürəm ki, mən də oruslu, ağzı oruslu bu duanı etməklə onların bərəkəti yəqin ki, inşallah artar və çoxalar. Çoxlu suallarımız var. Dərhal qəbul edəkmi? Buyurun. Ağa müəllim, nə düşünürsünüz? Estağfurullah. Hazırsınızmı?
Belə sizlə bir yerdə inşallah çalışıb cavablandırarıq. Mənimlə bərabər. Təşəkkür edirəm. Buyurun. Salam, axşamınız xeyir. Hörmətli Seyidim. Bu mübarək Ramazan ayında sizlərin gözəl simanızı görmək bizlər üçün böyük şərəfdir. Seyidim, bundan öncəki verilişlərinizin birində siz izah etdiniz ki, dəstəmaz alarkən biz adətən alışmışıq. Qürbətən illallah kəlməsi işlədirik. Siz onun yerinə dediniz ki, Allah üçün namaz qılıram ifadəsi işlədim. Bunu biraz mənə açıqlamaq istərdim. Biraz qaranlıq qaldı mənim üçün. Biz onu necə edək? Mümkünsə bu sualıma cavab verərdiniz və oradakı qonaqlarınızın da hamısına salamımızı çatdırın. Və aleyküm əssalam. Təşəkkür edirəm. İzləyicimiz kimdirsə özü nurludur, özünü görür. Allah dediyinə şəxsim adına deyirəm, bizə nəsib etsin, qismət etsin. Ağa müəllim, səhv eləmirəmsə, keçən dəfə qonaqlarımızdan mən söyləməmişdim, hansısa, bax bu dəyərli izləyicimiz dediyi ilə bağlı, bilmirəm, Mirniyaz müəllimidir və yaxud hansı haqlarına girərəm, dedilər, hətta ilahi rıza üçün namaz qılıram demək yetərlidir. Yəni, tələffüzdə ola bilər, hər kəs ərəb şünas deyil, açıq söyləyək də, ərəb dili mükəmməl bilmir. Yəqin izləyicimiz ondan yola çıxaraq bu sualı ünvanlayır. Amma dərhal məsuliyyəti üzərimdən kənara götürmək kimi çıxmasın. Mən söyləmədim, ilahətçi söylədi. Buyurun. Gəlin belə bir cavab Əsas verək. niyyətin xalis olduğunu söyləmişdi və haqlıydı da məncə. Burada dəyərli seyircimiz bir dənə kəlmə ki var, qürbətən sözü ki var. Həmən o söz biraz insanların zehnində doğru oturmaya bilir. Bəzən deyir ki, məsələn, mən namaz qılıram, məsələn, sübh namaz qılıram, qürbətən ilə Allah, ilallah, fikir verin, ilə əslində ərəb dilində yönlü hal şəkilçisidir. Elədir. Yəni, Allaha yaxın olma niyyəti ilə sübh namazını qılıram. Azəri türkçəsinə çevirəndə bu qədər rahat. Biz onu ərəbcə deməyə çalışanda, orada qarışır. Bəzən insanlar deyir, qürbətən illallah, yəni Allahdan başqa hər şey yaxın olmaq üçün. Əksinə Baxın, özümüzə. tamam başqa bir məni aparıb çıxarır. Yəni, biz əgər dilimizdə, zehnimizdə bu kəlmə oturmursa, onu çevirək, mən bilmirəm kim, hansı bizim xətiblərimiz, vaizlərimiz bu sözü söyləyib, doğru söyləyibdir. Yəni, belə deyək ki, Allaha yaxın olma niyyəti ilə, yəni çevirsək Azəri türkçəsinə bu şəkildə ifadə eləyər. Yox, illa da adam istəyir ki, ərəbcəsini söyləsin, qürbətən ilallah bu şəkildə deyəcək, Allah da qəbul eləsin. Allah bütün dillərdə edilən duaları onsuz da zaten qəbul edir. Mükəmməl bir cavabdır. Elədir mi usta? Təşəkkür edirəm. Buyurun. Salam, axşamınız xeyir olsun. Sizi Lerik rayonunun Bülüdül kəndindən salamlayırıq. Bütün qonaqlarınızı da salamlayırıq. Sualım bundan ibarətdir ki, biz tərəfdə, yəni yas mərasimlərində Quran oxutdururlar və yaxud kimsə öz ölüsünə belə deyək də Quran oxutdurur. Bu insanların arasında da bəzi insanlar deyir ki, Quranın ölüyə heç bir xeyri yoxdur, Quran diri içində bu ölüyə oxumağın heç mənası yoxdur. Yəni, bu da cavanlar arasında, gənc nəsil arasında biraz inamsızlıq yaranır. O nə dərəcədə düzgündür, onu bir dənə ətraflı izahını versəydiniz, sevinərdik. Təşəkkür edirik. Biz sizə təşəkkür edirik. Lerikdən söylədi. Buradan lerikimizə, ölkəmizin daxilində və hüdudlarından kənarda bizi izləyən 100 minlərə salam və dualarımı göndərirəm. Və bir ricam da var, xahişim də var ki, dəyərli, qiymətli izləyicilərimizə ki, səs göndərərkən inama sakit, səssiz yerdən səs göndərin ki, onu dəyərli qonaqlarımız tam bir şəkildə eşidə bilsinlər və anlasınlar. Anlayışla qəbul edəcəyinizə görə öncədən hər birinizə təşəkkür edirəm. Deyir, kəndimizdə hətta gənclər belə yəni, dindən və Qurandan uzaq düşürlər bu cür aşılananda ki, deyirlər, Quranın ölüyə heç bir aidiyyəti yoxdur. Quran ancaq dirilər üçündür. Əlbəttə ki, Quran dirilər üçündür, amma Quranın şəfayəti və oxunanda o Quranın savabı, vəfat etmişlərimizin axirətinin əfvi üçün dilənirsə, İlhamın işığında müqəddəs şəhidlərimizin əziz ruhlarına oxunan Quran kəlamları əgər şəhid doğmalarının qəlbini fərəhlə bəziyirsə, bəs kimdir bu adamlar
təkfirsiz zehniyyətin düşüncəsi ilə Azərbaycanda ictimai rəyə təsir göstərmək üçün, bu mübarək və müqəddəs dəyərləri adiləşdirmək üçün sanki Ramazan ayında yarışa girirlər. Buyurun, ağa müəllim. Özü də Quran ayında. Bəli, Quran kainatdan daha mükəmməl Rəbbimizin əzəli və əbədi xütbəsidir. Tək yeganə bir qrup insanlar var ki, onlar bundan uzaq qaldı, könlü ölmüşlər. Bu cür insanlar Quranın o sonsuz iqlimindən, məna vadilərindən çox kənar qalırlar. Amma qaldı ki, ifadə elədiyiniz kimi cəmiyyətimizdəki o ictimai rəyi təsir altına, kölgələri altına salmağa çalışan bir qrup insanlar müxtəlif zaman dilimləri içərisində bu tip, bu yön çıxışlar, çağırışlar, dəvətlər eləyirlər və biraz insan Allahdan utanar, xəcalət çəkər. Bilmədiyimiz şeyləri dilə gətirib danışmayaq. Peyğəmbərimiz aleyhissalatu vesselam vəfat edən bir insanın üzərində namaz qılıb yoxsa qılmayıb? Vəfat edən insanın üzərində Fatihə surəsi oxuyub yoxsa oxumayıb? Dua edib etməyib. Üzərində dua edib yoxsa etməyib? Doğrudur. Yaxın bu ümmətin bir rəhbəri var. O da Həzrəti Muhammed Mustafadır. Bu dinin, bu Qur'anın canlı bir müəllimi var. Başda Həzrəti Muhammed Mustafa aleyhissalatu vesselamdır. Gəlin hər şeyi ondan öyrənək, onun dediklərini söyləyək. Onda bu ümmətin birliyi, bərabərliyi yerində olacaq və son cümləm bu olsun ki, kainatda var olan hər şey onun bir telinə qurban olsun. Görünür, onu hələ yaxşı tanımadıq. Təsbihin başında əmmamə qoparıldığı zaman dənələr hərəsi bir tərəfə tökülüb gedər. Gəlin onu sevək, onda sevdalanaq ki, bu ümmət yenidən inşa olsun. Təşəkkür edirəm. Mükəmməl bir cavabdır. Dərhal qəbul edək. Buyurun. Salam, axşamınız xeyir. Allah tutduğunuz orucları, qıldığınız namazları inşallah qəbul etsin. Sizə bir sualım var. Mən özüm namaz qılanam və deyirlər ki, namaz qılan lak çəkə bilməz. Amma elə bir adamlar məsəl üçün deyirlər ki, lak çəkmək olar, yəni yuxarısına qədər çəkməklə sədəfinə su dəyməlidir. O düzdür, yoxsa yox, zəhmət olmasa cavablandırardınız. Təşəkkür edirəm. Xanım redaktorun mənə dediyinə görə yüzlərlə bacılarımız, analarımız bax bu sualı bizə ünvanlayırlar. Biz zaman-zaman cavablandırırıq. Ancaq yenə də bu sual aktualdır. Verilişimiz maarifləndirmə verilişidir. Ona görə təkrar qısa da olsa söyləyeyim. Hər halda bu sualları verən xanımlardır. Onlar üçün daha Allah maraqlı qorusun. olur. Özəlliklə gənc xanımlar dırnaq məsələlərində çox həssasdırlar. Bir tərəfdən dəstəmaz alırlar, bir tərəfdən namaz qılırlar, digər bir tərəfdən də barmaqlara boyalar qoyulur. Bir şeyin fərqinə varaq. Yəni, dəstəmaz aldığımız zaman dəstəmaz suyu bizim təbii bədənimizə sirayət eləməli, toxunmalıdır. Yəni, ona görə alimlərimiz söyləyirlər ki, siz dırnaq qoyduğunuz zaman və yaxud dırnağın üzərində bir əlavə rəng falan olduğu zaman sizin aldığınız dəstəmaz barmaqlarınıza toxunmamış olur. Bu da var. Bax, məsələyə buradan baxılsın. Tutam bir dəstəmaz alıb, üzərinə lak vurur, namazını qılır. Bir sıxıntısı yox. Amma gün ərzində əgər o qalacaqsa, növbəti dəfə dəstəmaz alma anında sıxıntı yaradacaq. Bu baxımdan çalışaq ki, dəstəmazımızı alaq, əgər boya qoyulacaqsa sonra qoyulsun. Təşəkkür edirəm, minnətdaram. Bilirsiniz, Zakir müəllim, Allah Taalanın hər gün canlı efirdə deyirəm, bütün hökmləri bəndənin mənafeyinə hesablanır. Amma bəzən bəndə öz-özünə zülm edir. Bax, bu da var. Buyurun, növbəti sual. Salam, Seyid. Mən sizə bir sual vermək istəyirəm. Mənim qaynanam Parkinson xəstəsidir. Dərman qəbul etdiyi üçün oruç tuta bilmir. Qaynatam oruç tutur. Tutduğu orucun əcrini qaynanama hədiyyə edə bilər, mümkündür. Fədakar ailədirlər. Allah kömək olsun. Allah bütün xəstələrimizə şəfa versin. Amma İslamın özünün gətirdiyi qaydaları var, prinsipləri var. Buyurun, ağa müəllim. Sualda mən tam tutanmadım. Kim qaynası üçün hədiyyə eləyəcək? Öz doğmasına savabını, tək o deyil. Bax, Öz yoldaşı üçün. Öz yoldaşı üçün savabını hədiyyə edə bilər. Hədiyyə eləyə bilər. Bəli. Çünki bu fərdi ibadətdir. Gəlin belə danışaq da. Biz Ramazan ayında yaşayırıq. Bəli. Ramazan ayındakı hər kəsin özünün boynunda bir məsuliyyəti var. Bizim Ramazan ayında qaynatamıza, qaynanamıza edə biləcəyimiz yaxşılıq, onlara edəcəyimiz duamızdır.
Elədir. Onlara edəcəyimiz xidmətimizdir. Xidmət. Onlara göstərəcəyimiz hörmətimizdir, ehtiramımızdır. Amma tutduğum orucun səvabını mən o insana verə bilmirəm. Çünki o ibadəti mən özüm yaşayıram. Elədir. Əgər qaynanamız, qaynatamız o xəstədirsə, təbii ki, Qurani Kərimdə onlar üçün də bir istiqamət verilib. Əgər oruç tutma imkanı varsa, insan orucunu tutacaq. Xəstədirsə, Allah şəfa versin. Yox, xroniki bir xəstəlik varsa, onda fidyə verəcək. Elədir. Hər halı ilə bir insanın Ramazan süfrəsindən bərəkətlənməsi üçün, ondan yararlanması üçün qapılar açıqdır. Təşəkkür edirəm. Layiqli bir mükəmməl cavabdır. Allah sizi var etsin, hər birinizi, sənətkarımızı da. Buyurun, növbəti sual. Salamünaleyküm Seyid. Sizi və studiyamızdakı qonaqlarımızı salamlayıram. Mənim sualım bu idi ki, Ramazan ayı boyunca mən oruc olduğum müddətdə mən cido idman növü ilə məşğulam. Mən oradan gəldikdən sonra yuyunmalıyam, siz də bağışlayın. Yoxsa bədənimə yara düşər də tərli olduğu üçün. Bunun hökmü nədir? Mən oradan gəldikdən sonra yuyuna bilərəm, ya hansısa bir qoruyucu maddə keçirməliyəm suyun keçə biləcəyi yerlərə, ağıza, buruna. Zəhmət olmaz sualımı cavablandırarsınız. İndidən çox təşəkkür edirəm. Can, nə zəhmət olar, nə gözəl baladır kimdirsə. Ədəbi ilə, əxlaqı ilə, nitq mədəniyyəti ilə. Sanki İslam fikrini o qədər mənimsəyib ki, sulu ilə danışır. Allah qorusun. Gözlərindən öpürəm. Buyurun. Bu gözəl balamız danışanda mənə bilirsiniz nəyi xatırlatdı? Allahın izni ilə Azərbaycanın bayrağını o meydanlarda inşallah qaldıracaq bu oğul, bu aslan oğul. Onun ki belə nitqi var, onun ki belə gözəl qəlbi var, ruhu var. Allah yolunu açıq eləsin. Amin. Sualımıza belə cavab verəcək ki, cidodan gəldi, nə gözəl, gəlsin qəşəng gözəl hamamlansın, yuyunsun, təmizlənsin. Özü dediyi kimi artıq bilir ki, burnumuzdan, ağzımızdan içəri su daxil olmasın. Sadəcə bunu qorusaq, biz bilək ki, Ramazan bir təmizlənmə ayıdır, bədənin zəkatıdır, ruhun zəkatı, zəkat təmizlənmə deməkdir. Təmizlənəcək, nə gözəl bir iş. Mən də belə bir dua edirəm o övladımızın, o körpəmizin timsalında, o başda olmaqla, baxı nə qədər bu idmanda, yarışlarda olan bizim uşaqlarımız, övladlarımız var. Allah onları imanları ilə bərabər gücləndirib, siz dediyiniz kimi Azərbaycan bayrağını zirvələrə daşıyanlardan qərar versin. Amin. Və çempion olduqda inamın işığına telefon açsın, sizin duanız kesti desin inşallah. Nə gözəl, hansı zamanda bir dua qazandı. Mələklərin seyr etdiyi bu anda. Buyurun. Salam, axşamınız xeyir olsun, Ramazan ayınız mübarək olsun. Mən bu sualı dəfələrcə başqa dini adamlara vermişim, amma heç kim təəssüf ki, mənə cavab verməyib. Mən bilmək istəyirəm, Fatihə surəsində vələ zalin deyirik, yoxsa vələd dalin, z, yoxsa d hərfi? Təşəkkür edirəm. Yəqin ki, izləyicimiz həmin vaxt bizim verilişə baxmayıb. Biz cümə verilişlərində dəfələrlə Azərbaycan İlahiyat İnstitutunun müəllimləri, sizlər buna oxşar sualları cavablandırmışıq. Ağa müəllim, buyurun. Deməli, sual qiraətlə bağlıdır. Xüsusən ifadə elədiyi hərf dad hərfidir. Ərəb dilində ümumiyyətlə dəl başqadır, dəl hərfi, dal hərfi isə başqadır. Hətta ona yaxın olan bir neçə bizim feillərimiz var. Məsələn, tutalım ki, zəllə feili var, zəllə var, dəllə var, dallə var. Xanım dallə sözünü, yəni yolunu azmaq, dəllə yol göstərmək, zəllə xata etmək, zəllə, baxın, zillətə düşmə. Görürsünüz, nə qədər fərqli çaraqları var. Bu, əslində, ərəb dilinin məna çaraqları nə qədər dərin olduğunu göstərir. Ona görə də Quranı qiraət eləyərkən gerçək bir usta əlindən, bir ustad əlindən su içməyə çox ehtiyac var. Oradakı xanımın söyləmək istədiyi ki, vələd da ilə olandı, qalın səslə səsləndirilir, vələd dalin olaraq oxunur. Ümid edirəm ki, bundan sonra xanım da artıq suala ehtiyacı qalmayacaq. Cavab da bundan ibarətdir. Təşəkkür edirəm. Xalqın sənətkarı, mənim əxlaqlı qardaşım, inanslı qardaşım, iman əhli. Necə keçir? Çox gözəl. Amma izləyicilərimiz də deyirlər ki, iftara doğru biz əyləşmişik. Xalqın sənətkarı qəlbimizi, ruhumuzu bəzəsin. Biz də xahiş edirik. Gözüm üstə. Gözünüz var olsun. Gözünüz
nurlu olsun, Allah canınız qəbul eləsin. sağlam olsun. Dualarınız. Buyurun. Olan olur, keçen keçir belki de. İndi daha kövrəlməyin yeri yok. Olan olur, keçen keçir belki de. İndi daha kövrəlməyin yeri yok. Ömrüm boyu belə gəlir mənim ki, əvvəlinə biri vardır, biri yox. Əvvəlinə biri vardır, biri yox. Uzaqdaydı məni istəyən ocaqlar, ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar. Bizim evdə biri vardı, biri yox. Bizim evdə biri vardı, biri yox. Qəlbim yandı ilk sevgimdən, eşqimdən. Daral düşdü, əl olmadı heç kimdən. Qəlbim yandı ilk sevgimdən, eşqimdən. Daral düşdü, əl olmadı heç kimdən. Məclislərdə can deyib can eşidər. Dostlarımın biri vardı, biri yox. Dostlarımın biri vardı, biri yox. Uzaqdaydı məni istəyən ocaqlar, ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar. Bizim evdə biri vardı, biri yox. Bizim evdə biri vardı, biri yox. Olan olur, keçən keçib bəlkə də. İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlin mənim ki, əvvəlindən biri vardı, biri yox. Biri vardı, biri yox. Biri vardı, biri yox. Biri vardı, biri yox. Allah razı olsun Çox əziz sağ olun, sənətkarımız. Təşəkkür ederim. Ustad sənətkarımız. Allahın üstad Kəsəmənliyə rəhmət Rəhmət etsin. eləsin. Allah Allah axirətini onun xeyirli qərar versin. Bəstəkarı da rəhmətli Bilirəm, Namaz Allah Əlimehdi. mənim Allah çox ruhlarını sevdiyim, Allah doğmalarını şad eləsin. qorusun.
övladlarını, nəvələrini qorusun. Allah sizi də qorusun, sizin də doğmalarınızı qorusun. Siz Allahın izni ilə möhrünü vurmusunuz. 100 illər keçsə yenə də bu mahnının həqiqətən də olacaq, amma bu üslubla, bu həzinliklə sehrinə salmaq, ağuşuna almaq bilmirəm, çətin olacaq. Var olasınız. Çox sağ olun. Allah sizi var etsin Azərbaycan mədəniyyətində, Azərbaycan mənəvi mühitində daim var olun, yaradın. Neçə 10 illərdə inamın işığında Ramazanın nuru ilə gəlin, iftara doğru, imsaka doğru gönülləri fəth edin. Nə yaxşı ki, bu əlbəttə bu Ramazan ayı var, 11 ayın sultanı. Doğrudan da Allah bəndələrin o qədər sevir ki, mən həmişə fikirləşirəm ki, ata-ana evladın hədsiz sevir, yəni çox istəyir. Bizi də yaradan, bizi ki yaradıb, hər birimizi çox istəyir və istəyir ki, o günahla dünyamızı tərk eləməyək və o 11 ayda bayaq siz qeyd elədiniz ki, insan o qədər görsən günahlar eləyir ki, artıq Allah Taala o bir ayı verir insanın o paklığı təmizlənmək üçün, paklanmaq üçün, bəli, sənə fürsətdir və o hər kəsdir. Bizdə əsasən müəyyən imkanlı insanlarımız var ki, çox xeyirxah insanlarımız var. Əlbəttə ki, onlar heç olmasa, məsələn, Ramazan ayında görsən nə qədər iftar süfrələri verilir, nə qədər ehsanlar verilir Allah yolunda. Allah qəbul etsin. Allah qəbul etsin. Bizim istədiyimiz odur ki, üzr istəyirəm, bunu sosial bir yardımlaşma halına gətirək, ənənə halına gətirək. Buyurun. Bəli, və Allah Taala necə deyim, Azərbaycanımızı qorusun, xalqımızı, millətimizi və o iman əhəlləri ki var ki, iman əhli olan insanlar ki, Allahın yolunda öz qazancların, qazandıqların daha doğrusu, onsuz hər mal, mülk sahibi Allahdır. Yəni, Allahın yetirdiyindən deyir, ver deyir, savab olsun və o bir söz var, orada deyir ki, hünərlə yerimə deyir, sən yerin üstə. Sən özün yerinsən, yer Allahındır. Yəni, hər şey Allaha məxsusdur. Qurban olma Allaha və var olsun o insanlar ki, o xeyirxah insanlar buradan üzünü tutub. Əlbəttə, bizi Allah Taala çox xeyirxah xalq olaraq yaradıb. Həm də olsun Allahın lütfünə. Yəni, bizim insanlarımız çox lütkar insanlarımız çoxdur, səxavətli insanlarımız çoxdur və o imanı güclü olan insan bilir ki, Allah yolunda xərclədiyin min əvəzin Allah ona nəsib edir, bərəkətini artırır və necə deyim, həyatda olan bəlalardan Allah səni hifz edir. Yəni, bundan gözəl fürsət olmaz ki, insan üçün. Yəni, başa düşənsin. Təşəkkür edirəm və mən sizin dediklərinizdən yola çıxaraq bir daha müqəddəs Ramazan ayının 5-ci günündə çağırış edirəm ölkəmizin zəngin insanlarına, iş adamlarına. Sizlər öz mal və mülkünüzün hesabına ibadət edə bilərsiniz. Sizlər ehtiyac sahiblərini sevindirərək onların könül dünyasının fərəhlə bəzənməsinə mübarək səbəbkara çevrilə bilərsiniz. Sizlər müqəddəs şəhid doğmalarının qapılarını açın və onların sizin əlinizdə aparacağı nələrəsə ehtiyac yoxdur. Amma niyə də olmasın ki, niyə də aparmayasınız? Çünki onlar bizim övladlarımız yaşda övladlarını bizlərin uğrunda fəda etdilər. Onlar bizlərin əzəli və əbədi Qarabağ torpaqlarının işğaldan azadlığı uğrunda övladlarını bu vətən üçün, bu torpaq üçün, bizim varlığımız uğrunda fəda etdilər. Gəlin bu ay yardımlaşağın, gəlin bu ay paylaşağın, qəhrəman qazilərimizi ziyarət edəyin. Hər bir şeyi dövlətimizdən qoyun dövlət etsin deyə dayanmayağın. Çünki sizin bu sevgili ölkəmizdə mal, mülk sahibi olmanız Azərbaycan dövlətinin yaratdığı mümbit şəraitdən bəhrələnmisiniz. Ona görə gəlin ən azı bu ayı sosial yardımlaşma halına gətirək, bunu kütləvi hala gətirək. Hər bir zəngin iş adamı öz kəndindəki, öz rayonundakı, öz qəsəbəsindəki şəhid ailələrini
bir kere yox, 10 kere ziyarət etsin. Qazilərimizi bir kere yox, 20 kere ziyarət etsin. Onların problemləri ilə maraqlansınlar. Fikirləşin ki, siz ora getdikdə Allah sizi gözləyir. Fikirləşin ki, sizə gələ biləcək hər hansı bir bəla və müsibətlərin, övlad itkisinin əngəllənməsinə mübarək səbəb olacaq sizin yardımlaşmanızdır. Edin ki, Allah da sizin üçün bütün yaxşılıqları ehsan etsin. Allah dərgahında unutmayın, heç bir savab əməl cavabsız qalmayacaqdır. Allah Teala hər bir kəsin sağlam canla halal ruzisini bol qərar versin. Buyurun xanım redaktor. Salam, axşamınız xeyir. Allah bütün tutduğunuz oruçları, qıldığınız namazları qəbul eləsin. Mən də özüm oruç tutub namaz qılıram. Sizə bir sualım var. Mənim elə bir ki, 18 yaşında qızım rəhmətə gedib. Maşın vurdu, rəhmətə getdi. Allah ölənlərimizə rəhmət eləsin. O qızım həmişə oruç tuturdu. Qədir gecələri saxlayırdı. İndi mən istəyirəm ki, tutduğum oruçları ona hədiyyə eləyim. Ona hədiyyə eləmək üçün nə deməliyəm ki, ona hədiyyə olsun mənim tutduğum oruçlar. Çox sağ olun. Allah köməyiniz olsun. Allah sizdən razı olsun ki, siz bu verilişi açmışsınız. Allah razı olsun, Allah razı olsun. Allah sizə Həzrəti Əyyubun səbrindən versin. Allah qızımızın, amin, ahirətini inşallah ki, xeyirli qərar verər. Bu mübarək ayın, müqəddəs ayın mübarək 5-ci günündə İstəyirəm belə bir dua edəm ki, Allah Teala çiyinlərdə övlad tabutu apartmasın. Amin. Allah Teala övladlarımızı atasız, anasız, yetim, kimsəsiz, boynu pükük də buraxmasın. Allah şəhid doğmalarına, şəhid balalarına da, şəhid atanalarına da səbir və güc versin. Ağa müəllim, buyurun. Ana şəfqəti kəlmələrə sığacaq qədər deyil. Elədir. Ana dərdi təbii ki, hüznü ifadə olunacaq qədər deyil. O iç yanğısını biz duymamız, hiss eləmemiz, ifadə eləmemiz çox çətindir. Hər halda o sevgisindən dolayı söylüyor ki, mən tutduğum orucu belə ona verirəm. Ata, ana, xüsusən ana həyatının hər yönünü evladına verməyə hazırdır. Ateşlər içərisində girməyə hazırdır. Amma vəfat edib, Allah rəhmət eləsin, qəbrini nurla doldursun balamızın. Belə bir şey eləyək ki, madam Qədir gecəsi, Əhyə gecələri də qarşıdan gəlir. Biz bol-bol dua edək, oxuduğumuz Quranı, inşallah imkan olsa bir ehsan verməyə, yaxşı zikirlərimizi belə. Onun xəyallarında olan bir dünya vardı. Nə arzulardığı bir şeylər varsa, əgər bir tələbə imişsə, bir tələbəyə qayğı göstərmə kimi bir çox xeyir işlər var. Yəni, ağlımıza, xəyalımıza gələcək o qədər qapıları açıb kainatda Rəbbimiz ki, yetər ki, qul o işləri görməyə çalışsın. Savabını qızımız üçün. İnşallah onun əməl dəftərinə o səbab yazılar. Təşəkkür edirəm. Amin. Allah bu cür miskilli analarımıza səbir versin. Bir daha ağrı, acı, övlad itkisi ilə imtihan etməsin. Allah bütün xalqımızı övlad itkisi ilə imtihan etməsin. Həzrəti Məhəmməd Mustafa eşqinə, Qur'an eşqinə, Həzrəti Hüseyin eşqinə. Buyurun. Salam, hörmətli Seyidim. Hamınıza salamlar olsun. Oruc namazınız qəbul olsun. Cümləmizin elimizə, obamıza xeyir, bərəkət gətirsin. Sizə bir sualım var. Narahat elədiyim üçün gənə siz məni bağışlayın. Məni çox narahat edir bu sual. Məscidlərə gedirəm. Məscid vaxtında və oruc vaxtında da görmüşəm. İftar vaxtında kimsə öz tanışların, bilişlərin, qohum ağrəbələrin iftara dəvət edirlər. Yanında böyürdə qalan kasıbı, ya tanınmazı, qonum, qonşunu çox vaxt ora dəvət eləmirlər. Və məsciddə də ehsanat olanda kimsə tanışı olsa onu dəvət eləyir. Bu nə dərəcədə düzgündür? Zəhmət olmasa sualımı cavablandırırsınız. Sizə çox təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. İnan verişinin fərqi nədən ibarətdir? Doğruları, dini mühitdəki əksikləri belə gündəmə daşımaq və maarifləndirmə işinə yaxından dəstək olmaq. Buyurun. Dəyərli Seydimiz, son illərdə hər ildə bu daha da artır.
Bayaq siz gözəl bir çağırış da elədiniz zəngin insanlarımıza, könül zəngin adamlarımıza. Ola bilsin ki, bəzi məscidlərdə bu kimi qüsurlu addımlar atılsın. Yəni, görüb xanım söylüyor. Hər halda bir iftar mədəniyyəti var, iftar kültürü formalaşır ölkəmizdə. Artıq keçən il 100 nəfərə iftar verən adam bu gün 200 nəfərə vermək istəyir, iftar süfrəsini daha artırmağa çalışır. Ancaq bir məscidin içi, məscid Allahın evidir. Hamımız Rəbbimizin qonağıyıq. Xüsusən iftar zamanında bilmək olmaz ki, hansı insanın iftar zamanında etdiyi dua daha məqbuldur. Elədir. Bu baxımdan çalışaq ki, məscidlərimizdə belə sıxıntılar olmasın. Varsa bu qüsurlardan... Birlik, bərabərlik, vəhdət içərisində. Çoxlu sayda məscidlərimiz də var ki, orada haqq sahiblərini dəvət edirlər, şəhid doğmalarını, onların da haqqına girməmək üçün bunu da dilə gətirməyi özümə borc bilirəm. Azan vaxtıdır, eləmi? Artıq azan vaxtıdır. Bakı vaxtı ilə əziz izləyicilərimiz. Buyursun, Elnur Əliyev, gənc ilahiyyatçı. Bakı vaxtı ilədir, bir daha söyləyirəm, əziz izləyicilərimiz. Ya Allah, Bismillah. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah. Eşhedü enne Muhammeden Resulullah. Hayya alassalam. Hayya alassalam. حي على الفلاح. حي على الفلاح. الله أكبر، الله أكبر. لا إله إلا الله. Allah razı olsun, Allah qəbul etsin. Təşəkkür edirəm. Bakı vaxtı ilə iftar zamanıdır. Duanı buyurun, xahiş edirəm. Buyurun. Amin. Allahümme leke sumna ve ala rızkıka aftarna ve aleyke tevekkelna ya vasiyel mağfira ighfir lana zunubena. Ya Rab, senin rızan için oruç tuttuk. Senin verdiğin halal ruzuyla orucumuzu açırıq. Sənə təvəkkül etdik. Sabahsı günə niyət etdik Allah'ım. Bizlerden orucumuzu kabul elə, günahlarımızı əff elə. Amin. Allah qəbul etsin. Amin. Sağ ol. Allah bizimlə bərabər Bakı vaxtı ilə oruç açanların da oruçlarını Ramazan
Allah Teala oruç və namazlarımızı qəbul etsin. Bakı vaxtı ilə bizimlə bərabər xüsusi olaraq iftarlarını açanların Allah Teala iftarlarını öz dərgahında qəbul etsin. Allah Teala xalqımızın birlik və bərabərliyini, vəhdətini əbədi qərar versin. Bu arada biz iftar açarkən dinlədiyimiz o gözəl sədalar Respublikanın xalq artisti, mənim çox yaxından sevdiyim dostum, qardaşım, əsil əxlaq adamı Samir Cəfərovun gözəl avazı idi. Bu arada Ramiz Mirişlini də, böyük bəstəkarımızı da hörmət və dualarımızla anırıq. Allah rəhmət. Amin. Samirin səsinə qüvvət. Bəli, gələcək 2 gün sonra, bir neçə gün sonra Samir müəllim gələcək inşallah canlı efirə. Sevən sevdiyinə qovuşanda bax belə olur ağa müəllim. Elhamdülillah. Oruçlu olan insanın ən sevdalı aşiqin anına bənzəyir, eləmi? Yəqin ki, bir 5 dəqiqə öncə nələrisə götürün, yeyin desəydik, dünyanın milyonları önümüzə qoyulsaydı, ilahi təslimiyyət, ixlasla, itayətlə Rəbbinə doğru yönələn, qulluq ədəbi ilə silahlanan bizlər həmin şəxsə ayıb deyilmi bu təklifi mənə verdin? Bax, oruç mədəniyyətinin, nəfsani istəklərə yox deməyin, iradənin, fədakarlığın nümunəsi var ortada. Demək, yenə də Rəbb sağlamlığımızı düşünür, imanımızın güclənməsini düşünür, pisliklərdən, zərərli vərdişlərdən uzaq durmamızı istəyir. Kimsə istəmirsə, seçim haqqı onundur. Yanlış ifadə deyil ki. Ya, estağfurullah. Allah razı olsun. Onda dərhal suallardan qəbul edək. Buyurun. Əvvəla hər kəsə salam. Mən əməliyyat olmuşam, yaram tam bitişməyib. Yəni açıqdır da yara. Bilmək istəyirəm, görüm, mən orucum qəbul olur ya yox. Əməliyyat olunmuşam, yara açıqdır söylədi də. Mənim orucum qəbuldurmu? Sizlərə inanırlar. Nə edirsəniz, tutmayın desəniz. Dərman atmışsa, olur. Təbii ki, indi əməliyyat hansı səviyyədə keçirilib bilmir. Dərin əməliyyatı olub, gündəlik, mütəmadi iynə, dərman alan xəstələrimiz var, Allah şəfa versin. Amma əgər artıq müəyyən bir yerə gəlib çatıbsa ki, sadəcə yara üzərindən, yaranın təmizlənməsi üzərindən gedirsə proses, burada bir sıxıntımız yoxdur. Yəni, orucumuzu tutacaq, əgər tutacağımız orucumuz bizim səhətimizə zərər vurmayacaqsa, təbii ki, normal orucumuzu tutaq. Təşəkkür edirəm və mükəmməl bir cavabdır. Mən hər zaman belə cavab verirəm ki, mütləq həkiminizlə, inanslı bir həkiminizlə məsləhətləşin. Ola bilər ki, siz bilmədiyiniz halda bu ciddi fəsadlara da səbəb ola bilərsə, onda Allahın sizlərə verdiyi icazə vardır. Sağaldıqdan sonra, çünki can Allahın əmanətidir. Doğrudurmu? Bəli, rüsxəti verən də Allah, əmri verən də Allah. Elədir. İkisində də itayət var. Elədir. Buyurun. Salam, hər vaxtınız xeyir, hər kəsi salamlayıram. Mənim sualım o idi ki, yəni iftar vaxtı iftarı açmaq üçün azanın bitməsini gözləmək vacibdirmi, yoxsa fərqi yoxdurmu? Yəni azanın bitməsini gözləmək lazımdırmı yemək üçün, açmaq üçün iftarı? Təşəkkür edirəm. Buna bənzər çoxlu suallarımız var. Hər halda əzanın səslənməsi iftarın sona çatması deməkdir. Amma gözəl olan odur ki, o kainat nidasını, varlıq aləmini lərziyə gətirən o gözəl sədanı insan qəlbinin və ruhunun qulağı ilə dinləsin. İnşallah tamamlayıb dua eləyəndən sonra, çünki Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, deyir, iftar zamanı edilən duanı Rəbbimiz geri qaytarmaz. Lis-savmi da'vetun la turad deyir. Yəni, oruçluğun içərisində bir dəvət var ki, Allah onu deyir, qəbul eləyər, o geri qaytarılmır. Həmin an iftardan öncəki andır. Bəlkə Rəbbimiz elə o əzanın dinlənməsində hikmətini gizləyib. Gəlin, gözəl orucumuzu əzanımızla tamamlayaq, sonra da iftarımızı eləyək. Güc qüvvət də Allahdandır, dözmüşüzsə, ona da dözəcəksən sanki deyirsiniz. Təşəkkür edirəm. Buyurun. Salam.
Hamınızı salamlayıram. Orucunuz qəbul olsun. Mənim oğlum rəhmətə gedib 3 aydır. Yəni hamımız müsəlmanıq da. Bu orucluqla axır çərşənbə ayın 18-nə düşür. Bu gündüz yəni bu elə adam olur ki, oruç tutmur da. Onlara süfrə qoymaq olar. Bu barədə mən. Təşəkkür edirəm. Allah rəhmət etsin. Allah sizə səbr versin. Allah səbr versin. İman dolu güc versin. Allah heç kimsəyə övlad ağrısı, acısı, dərdi yaşatmasın. Həzrəti Məhəmmədi Mustafa eşqinə, siddiqlər, müttəqilər eşqinə. Dərgahında ən çox keçən dua hansıdırsa, o dua hörmətinə. Ağa müəllim, buyurun. Biz hər zaman deyirik, iftara salın. İftar vaxtına təyin edin. Təbii, Allah dualarınızı qəbul etsin. Belə ölüm əslində həyat ikisi də Allahın yaratdığı nemətlərdir. Bu baxımdan əgər belə bir təzad yaranırsa ki, mən mütləq qonaqlarıma yemək verməliyəm, xeyr. Sizin borcunuz deyil həmin an, həmin dəqiqə gəlmiş qonaqlarınıza yemək verəsiniz. Yeməyi o adama verəcəksiniz ki, onun xəstədir, oruç tuta bilmir. Uzaq məsafədən gəlib, müsafirdir, artıq o səfərli olduğu üçün verə bilərsiniz. Uşaqdır, uşağa yemək verirlər, amma qaldı evinizin içərisində digər qonaqlara siz yemək vermə məcburiyyətində deyilsiniz və iftar vaxtı var. Belə bir öhdəliyiniz də yoxdur. Bəli, iftar zamanı var. Qonaqlarımız da əslində bilsələr ki, nə gözəldir, iftar zamanında əgər bir ehsan veriləcəksə, hər halda ki, İslam dinində ümumiyyətlə 3 gündən sonra yasda anlayışı təbii ki, bizim adət-ənənələrimizdə bu dinimizdə bu yoxdur. Hər halda adətlərimizin içərisindədir. Belə yemək vermə anlayışı da İslam dinində yoxdur. Əslində Peyğəmbərimiz Aleyhisselatü Vesselam deyir ki, siz o evə yemək götürün. Siz o evə tam götürün ki, o evdə hüzün var, dərd var. Amma biz neyiniyək ki, dilimizdən açığı xeyli kənara düşmüşük. Ağa müəllim, biz nə edək ki, insanlarımız ehsan deyən kimi ilk ağla yemək içmək düşür. Biz nə edək ki, indi isə sualım belədir, biz nə edək ki, bu qədər maarifləndirmə işi həyata keçirilir, müəyyən nəticələri var. Bizim İnam komandasının apardığı monitorinqə görə 40%-ə qədər təsir gücü var. Dövlətin aidiyyəti qurumlarının, dini qurumsa Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, İnam komandasının, burada da haqqı var, bunu söyləməliyəm, siz bilirsiniz. Amma yenə də insanlarımız israf dolu məclislərin təşkil edirlər. İndi bu Ramazan süfrələrində görürük. Niyə ehsan deyəndə hamı fikirləşir ki, gedir borc alır, ehsan verir. Niyə fikirləşir ki, ancaq mən vəfat etmiş şəxsim üçün ehsan süfrəsi təşkil etməliyəm? Məncə bu bir yanlış ənənədir. Qısa da olsa bir cavab istəyəcəm. Əlbəttə ki, ehsan sözünü Allah Resulü Aleyhisselatü Vesselam belə ifadə edir ki, Allahın səni görmüş kimi ibadət etməyin. Deyirsən, onu görə bilməzsən, amma o səni görür. Ehsan əslində ən ali qatındakı, üst səviyyəsindəki o ülvi dəyəri budur. Biz o yuxarıda olan dəyəri endirib, öz anlayış və qavrayışımıza gətirib və dediyiniz kimi məhdudlaşdırmışıq. Sadəcə yemək ehsan deyəndə yemək süfrələri nəzərə alınır. Bəli, tələbə oxutmaq ehsandır, yol çəkmək ehsandır, körpü salmaq ehsandır, çeşmələr çəkmək, su çəkmək ehsandır, xəstəxana tikmək ehsandır, məktəb tikmək ehsandır və biz ehsan o qədər çalalığı böyük. Yardımlaşmaq ehsandır. Bəli, o qədər siz bayaqları bizim şəhid ailələrimizdən, qazi ailələrimizə qədər mövzulara toxundunuz. Yəni, bütün bunlar hamısı o ehsanın içərisindədir. Təşəkkür edirəm. Minnətdaram. Allah sizdən razı olsun və İnanıram ki, maarifləndirmə işinin təşkilində apardığımız bu işlər, bu çağırışlar öz nəticəsini verəcəkdir. İnşallah. Ustad sənətkarımız, səsinin sehri ilə milyonların sevimlisinə çevrilən xalqın sənətkarı. Niyə dayanaq ki? İnsanlar iftar açıblar. Bəli. Biz də birazdan iftar süfrəsində əyləşəcəyik. İnşallah. Elə isə ya Allah, bismillah. Ya Allah, çox.
tələsirsən İllər ay illər Mən yazmaq, yaratmaq Həvəsindəyəm Həvəsindəyəm İstəyli yurdumun Azərbaycanım Şöhrəti ucaltmaq Həvəsindəyəm Həvəsindəyəm Gəlin dostlar seyrəyəm Çıxaq dağlara Şadlanaq olmadan Ömrümüz yarım Çalın dilə gəlsin Kamanı tarı Bir nəğmə oxumaq Həvəsindəyəm Bir nəğmə oxumaq Həvəsindəyəm Həvəsindəyəm Bəzən dərd əlindən Sovrulan külək Bəzən sevincimdən Açılan gülək Açılan gülək Mən öz nəğməm ilə Şeyda bülbülə Gülləri oyatmaq Həvəsindəyəm Həvəsindəyəm Gəlin dostlar seyrəyəm Çıxaq dağlara Şadlanaq olmadan Ömrümüz Gör nələr bəxş eləyim Xaliq-i Sübhan vətənə Necə bəs olmaya insan Daha heyran vətənə Hər kimin Hər kimin olsa gərim onu sevər öz vətəni Çünki eşq ilə baxan Sahibi imam vətənə Gəlin dostlar seyrəyəm Çıxaq dağlara Şadlanaq
gelsin kamanı tarih bir nəğmə oxumaq həvəsindəyəm bir nəğmə oxumaq həvəsindəyəm 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 həvəsindəyəm. Çox təşəkkür edirəm əziz qardaşım, gözəl Çox qardaşım. sağ olun. Allah Sağ Taala olun. Allah səsinizə güc versin, Amin canınıza Allah. sağlıq versin. Amin ya Rabbi. Bax, insanı mənəvi ruha kökləyən, insanın ruhu ovqatının təminatını almaq üçün mübarək bir səsdir. Allah səsinizə güc versin. Çünki siz çox əxlaqlı bir qardaşsınız. Ola bilər ilahi səsi verər, amma o dəyərlərə, o mənəvi heysiyyatla yoğrulmuş könül sahibliyinə insan daşıyıcısına çevirə bilməsə, xalqın sevimlisi ola bilməz. Şükür ki, Allah onu da hər ikisinin vəhdətində sizə ihsan edib. Çox sağ olun. Seyid, çox sağ olun. Allah razı olsun. Həmd Dərhal olsun suallardan qəbul edək. Buyurun. Sponsora keçid edək onda. Sponsorsuz olmaz onsuz da. Buyurun. Ekoloji təmiz, keyfiyyətli məhsulları qidamıza əlavə etməyin çox böyük önəmi var. Gigiyenik tələblərə uyğun, beynəlxalq standartlara cavab verən, əvəzolunmaz dadı ilə sizlərə təqdim olunan cənnət kolbasa və sosisləri yüksək keyfiyyətli ət məhsullarından istehsal olunur. Müxtəlif çeşiddə hazırlanan kolbasa və sosislər ət məhsulları sektorunda qısa müddətdə yüksək qiymətləndirilərək həm dadı, həm də keyfiyyəti ilə istehlakçı tərəfindən nümunəvi məhsul adını qazanıb. Cənnət kolbasa və sosisləri sağlam gələcəyimiz naminə məsuliyyəti dərindən dərk edir və ailənizin bütün üzvlərinə əminliklə tövsiyə olunur. Dadına və keyfiyyətinə, eləcə də halallığına əmin olacağınız məhsul Cənnət kolbasa və sosisləridir. Təşəkkür edirik verilişimizin baş sponsoru olan Cənnət kolbasa və sosislərinə. İnan verilişinin sponsoru Hacı Seylon çayıdır. Unikal dada və ətra malik Hacı Seylon çayının keyfiyyətini onu dadanlar çox gözəl bilir. Çay sevənlər hazırda Hacı Seylon çayının özünə məxsus təravətli dadına böyük üstünlük verirlər. Qeyd edək ki, bu çayın üzərində keyfiyyət nişanəsini göstərən xüsusi qaloqram var. Bu qaloqram Şri Lanka hökumətinin məhsula verdiyi icazədir. Hacı çayı, imtina edilməyəcək təklif. Şah plov düyüləri. Himalay dağlarının ətəklərində xüsusi qulluqla yetişdirilən bol ətirli əsl basmati Hindistan düyüsüdür. Bol artımlı 11-21 ölçüsündə olan şah plov düyüləri ağız dadınıza uyğun ən yüksək keyfiyyətə malikdir. Ən xoş günlərimizdə süfrələrimizi bəzəyəcək düyü. Cənnət ətirli şah plov düyüləri olsun. Sponsorlarımızın hər birinə dualarımla təşəkkür edirəm. Allah ruzilərini bol qərar versin. Allah xalqımızın, dövlətimizin ruzisini xeyirlisi ilə çoxaltsın. Dərhal suallardan qəbul edək. Buyurun. Hörmətli inan verilişi. Mən sizə həmişə baxıram. Özüm də namaz qılıram. Balalarım da namaz qılır. Oruçda tuturlar. 15 yaşında, 14 yaşında nəvəm də oruç tutur. Amma mən sizdən xahiş edirəm, mənə cavab verəsiniz. Əgər bir evlad oruç tutur, namaz qılırsa, amma evdəkiləri incidirsə, oruçluq başlayan günündən qutaran günə qədər evdəkiləri incidirsə, ona nə demək olar, nə ad vermək olar, xahiş edirəm. Təşəkkür edirəm anamız. Belə mübarək anaların əlləri öpülər. Ağrısını, acısını, nigarançılığını, inamın işığına daşıyır. Ağa müəllim, nə adı verilir? Bəli, Seydimiz, o möhtərəm ananın evindəki çırıq səslərini Allah həmişə biraz da gücləndirsin. Amin inşallah. Ailələr var, gerçəkdən o səsə çox möhtaçdır. Babalar, nəvələr var, uzun illər gözləyirlər. O böyük bir nemətdir. Doğru. Uşağın adı üzərində. Yəni, onlar davamlı oynayarlar, gürültü qopararlar, enerjiləri var. Oruç tutsalar da belə enerjilər tükənmir. Nə deyərdik? Quran-ı Kərimdə biz oxuyanda Rəbbimiz deyir ki, onlara uf belə deməyin. Biz gənc nəslimizin bu ruhda tərbiyə almasını istərdik ki, tamam, nə qədər bizim enerjimiz olsa da, bizim nə qədər daxil dünyamızda taqətimiz qüvvətli olsa belə, qocalara, yaşlı insanlara, ahıllara
evdə ola bilsin bizim hərəkətimiz sıxıntı yarada bilirsə, biraz hərəkətlərimizi kontrol eləyək. Xüsusən Ramazan ayı bir tərbiyə ayıdır. Həm özümüzə səlqə, sahman verək, həm eyni zamanda davranışlarımızı doğru yönəldək ki, Allah o huzuru bizim evimizə versin, evdə sıxıntı yaranmasın. Çünki bizim elədiyimiz bir hərəkət əgər evdə huzursuzluğa səbəb olursa, onda gərək onu biz eləməyək. Çünki o gənc nəsil də bizim gələcəyimizdir, bizim istiqbalımızdır. Bu millətin gələcəyi bütün yükü onlar çiyinlərində daşıyacaq. Biz onlara nə deyə bilərik? Ancaq xeyirli dua eləyə bilərik. Allah razı olsun. Allah bütün övladları qorusun. Hər birinin sağlam canla elmlərini, imanlarını çoxaltsın. Buyurun. Axşamınız xeyir, sabah salam. Hamısının oruc namazı qəbul olsun. Zaten burada hər şeyin sualların cavabları olur. Hamı da bundan faydalanır. Şükürlər olsun Seyid Cəmalımıza, qonaqlarımıza, hamısına salam deyirik. Bir dənə mən bugünkü mən sual istəmirəm dedim, amma bugün mən elə bir imsakı 9 dəqiqə gecikdim. Yəni 9 dəqiqə artıq qaldım imsakda. Onun günahı var, qəbul olunur, olunmur. Təşəkkür edirəm. Allah qəbul etsin və bu arada mən bir çağırış etmək istəyirəm. Bizim İnam komandası var olsun, gecə, gündüz bilmədən bu işdən, bu maarifləndirmə işindən şərəf duyurlar və iftardan imsaka qədər Space televiziyasında qalaraq işgüzar fəaliyyətdədirlər. Çünki millər deyil, artıq 10 millərlə suallar var və hətta bizim gənc ilahiyyatçı əmrahımız da o sualların cavablandırılması prosesində yaxından iştirak edirlər. Amma canlı efir gedərkən təvəqqə edirik, yenə zəng edənlər var. Xahiş edirəm, zəng etməyin. Orada bizim səsli mesajların qəbul olunmasına siz əngəl yaradırsınız. Biləsiniz, çox ciddi əngəl yaradırsınız və israrlı xahiş edirəm ki, zəng etməyin. Çünki səsli mesajlar qəbul olunarkən problem yaranır. Təşəkkür edirəm. Ağa mən buyurun. İmsakı biraz gecikdirmək əslində Peyğəmbərimiz əleyhissalamın əxlaqına uymaqdır. Onu təqlid etməkdir. O vaxta qədər ki, artıq əzan 2 dəqiqə, 3 dəqiqə, 4 dəqiqə veriləcəksə, o zamana qədər biz onu əslində uzada bilərik. Allah Resulü Aleyhisselatü Vesselam buyurur, iftarı sürətləndirin, imsakı uzadın. O da insanın əslində acizliyini ortaya qoyur. Yenə də deyirəm, altını cızaraq söyləyirəm ki, imsak deyilən bir vaxt var. İmsak əlini çəkmək deməkdir. Əgər bizim əzandan qabağa 2 dəqiqə, 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə nə qədər vaxt olsa bir problemimiz yoxdur. Keçən bir izləyici canlı efirimizə səs göndərmişdi ki, məndə nəsə ayrı cürdür, mən əlimi çəkə bilmirəm. Yeməkdən əlini çəkəmir, yoxsa duadan? Yox, əksinə, yəni dua desəydi bəxtəvərdik, deyir yeməkdən əlimi çəkə bilmirəm. Allah razı olsun. Buyurun, növbəti sual. Salam Əkmər, vaxtınız xeyir. Zəhmət olmasa bu sualı cavablandırardınız. Mal başını pişirib onunla iftar tutmaq olar, olmaz. Dində var ki, bəzi layihəçilər deyirlər ki, malın başı haramdır. Ona görə onu soruşub bilmək istəyirdim. Çox doğru edirsiniz, xanım doktor, bu sualı canlı efirimizə daşımağa. Bəzi ilahiyyatçılar da deyir ki, haramdır, olmaz. Estağfurullah, heyvanın haram tikələri bəllidir. Onlar kəsilib atılandan sonra qalan tikələr hamısı normaldır və xüsusən də kəlləpaça deyilir. O qədər enerji verən, o qədər gözəl bir qidadır ki, həftə içərisində bir dəfə, 2 dəfə o yeməkdən yeyən insan özünü əslində ümmü sistemini tənzimləmiş olur. Gəlki Ramazanda yeyəsən. İndi hər halda biraz susandırar, insanı falan eləyə bilər, amma hər halda bir insan bundan istifadə eləsin. Ilahiyyatçılar kimdir? Onlar niyə belə fətva verirlər? Onlara o haqqı, hürriyyəti kim verir? Gəlməmişdim, belə görməmişdim. İzləyicimiz deyil, biz də canlı efirə daşıyırıq. Təşəkkür edirəm. Rahat bir şəkildə yeyə bilərsiniz. Buyurun. Axşamınız xeyir. Bu verilişi hazırlayan başda siz Seyid olmaqla bütün Space kanalının işçilərinə təşəkkür edirəm. 66 yaşım var. Mən orucumu sizinlə açıb, sizinlə bağlayıram. Bizi maarifləndirdiyiniz üçün çox sağ olun. Bir də sizin dəvət etdiyiniz insanlar bizim ürəyimizdədir. Zakir bəyin oxuduğu bu mahnı lap yerinə düşdü. Hər dəfə kövrələrək qulaq asıram. Bu sanki mənim taleyimə yazılmış bir mahnıdır. Allah dünyasını dəyişən bütün valideynlərə rəhmət etsin. Sağ olun, Allah sizdən razı olsun.
Allah razı olsun. Bax, inamın işığında, iftar zamanında, iftardan sonra insanların ruhunu bəzəyən, kiminsə qəlb sızıltısına məlhəm olan bir səs var olasınız. Təşəkkür edirlər sizə. Buyurun. Hacı, sizi Lənkərandan salamlayıram. Allah Teala sizin tuttuğunuz oruç ve namazlarınızı kabul eləsin. Xüsusilə siz ki bizim millətimizi, torpağımızı, dövlətimizi dua edirsiniz. Allah Teala sizin o dualarınızı kabul eləsin. Benim bir sualım var, xahiş edirəm onu mənim üçün aydınlaşdırın. Benim yaşım 90'dan keçib. Namaz qılarkən axırıncı rükətdə, bilmirəm, 4-cü rükəti demişəm ya deməmişəm. Fikrimi cəmləyirəm, demiş kimi namazımı tamamlayıram. Bu nə dərəcədə düzdür? Xahiş edirəm, məni cavablandırın mənim səsimi. Allah razı olsun. Əllərindən öpürük. Bax, belə ağsaqqalın, imana silah kimi sarılan ağsaqqalın. Bax, görün nə qədər dövlətə, vətənə, torpağa bağlıdır bizim apardığımız ideoloji bu maarifləndirmə işində dəyəri bilir. Əllərindən öpürük. Könlümə gəldi, belə bir dua edək. Ağsaqqalımızın 100 illiyində Allahın sonsuz mərhəmət və lütfi ilə, inam komandası ilə onu ziyarətə gedək. Allahdan təvəqqə edirəm, Allah nəsib etsin. Amin. Buyurun. Allah ömür versin, nə gözəl. Həqiqətən insan ahıllaşdıqca dilindən, dodağından hikmət tökülür. O duyulur artıq. Bəli, gerçəkdən yetişmiş insana irşad edəcək, gözəl nəsiyyət verəcək bir havanın içərisindeydik. Allah ömür versin. Rabbənə lə tuaxiznə in nəsinə əv axtanə. Ya Rəbb, biz unutduğumuz və səhv elədiyimiz yerdə bizi hesaba çəkmə. İnanırıq ki, dünən keçmişində 3-ü, 4-cü rükətlərdə elə xata eləməmişdi. Ola bilsin, bir yaşlılıqdan doğan bir şeydir. Məqsədli deyil. Allah qəbul eləsin. Hər halda namazlarda edilən bir xətanın sonda düzəlməsi üçün 2 rükət səcdə, 2 dəfəsində səcdə edilir. Və bu səcdə ilə namazın içərisindəki belə deyək, xata etmişəmsə, səhv etmişəmsə o təməl sütunlarda inşallah Rəbbimiz onu əfv edər, bağışlayar o insanı. Yaşlı insandır, böyüyümüzdür. Təbii ki, qulla Rəbb arasına girilməz. Onda olan ixlas bəlkə də o elədiyi o dua ilə, o oturuş, duruşla elə bir dua edir, bəlkə də mələkləri belə qibd etdirəcək hala gətirir. Allah qəbul etsin. Allah qəbul etsin. Ruhumdan süzülüb gəlir, bunu da söyləməsəm qiyamətə qədər od tutub yanaram. Bu yaşında ilahi təslimiyyətlə, Rəbblə sistemli rabitəsində babamız israr edirsə, ağsaqqal israr edirsə, inanın, 2 rükəti yox, 3 rükəti də unutsa, Rəbb onu bağışlayar. Mən belə bir təmənna edirəm. Çünki Allahın mərhəmət xəzinəsi sonsuzdur. Yetərli olan o xəzinəni də istismar etməmək lazımdır. Buyurun. Salam, axşamınız xeyir olsun. Allah Teala bütün Azərbaycan xalqının tutduğu orucu, ibadətləri qəbul etsin. Sizə bir sualım var. Yəni bu oruç tutanda tez-tez bəzi insanlar saata baxırlar ki, görəsən orucun vaxtı gəldi, gəlmədi. Yəni bu saata baxmaq günahdırmı, yoxsa yox? Saata baxmaq olar, yoxsa yox? Yoxsa elə həqiqətən də özünü tox kimi hesab eləyib, axşam iftarı açmaq mı düzgündür? Təşəkkür edirəm. Yaxşı bir sualdır. Xanım redaktora təşəkkür edirəm. Amma belə bir söz söyləyəm, izləyicilər yəqin görür. İftara doğru mən də saata baxıram arada. O azlıqla bağlı deyil, sadəcə azan saatı üçün birdən gecikərik. Çünki Bakı vaxtı ilə insanlar, belə deyək ki, iftarı bizimlə edirlər, imsakı bizimlə bağlayırlar. Ağa, mən buyurun. Quranda bir yerdə deyir, səmə'nə və əta'nə. Allahım, eşitdik, sənə itaət etdik.
Qulun vəzifəsi o göy qübbəsindən enən hökmlərə, əhkamlara riayət eləməkdir. Boynumuzun borcudur. Əslində o iftar zamanını gözləmək belə, o anın həsrətini çəkmək belə, onun intizarında olmaq belə gözəldir. Amma ola bilsin ki, iki cür insan var. Biri aclığın, susuzluğun girdabında aman iftar gəlsəydi bir iftar eləyərdim çiləsini çəkən var. Bir də iftar zamanında Rəbbə daha yaxın olma, şah damarımdan mənə yaxın olana daha böyük bir fürsətim olacaq. O duanı eləyim, Allah məndən qəbul etsin həsrəti ilə yanan, yaxınanlar var. O da var. Mükəmməl bir cavabdır. Xalqın sənətkarı. Ramazan ayının 5-ci günüdür. 5 gündə iftara dəvət edən oldu mu sizə? Yox, sözünüzü biraz nasaz idim, bir yerə getməmişəm. Yox, Allah kömək olsun. Getməmişəm. O, xanım qeyd elədi, saat məsələsi. Bəli, o da deyəsən sizə çox. Yox, mən, siz doğrudan da Allah insana bu Ramazan ayında, biz başqa aylarda da oruç tuturuq da, görsən birinci gün, dördüncü günlər oruç tuturuq. Amma bu feyz yoxdur. Doğru. Ramazan ayındakı olan o feyz, o toxluq, Allahdan insana elə bir toxluq verilir ki, heç zaman necə keçir, yəni orada nə yisələr də, biraz da adam xoşhal olur ki, sənin yanında gəlib kimlərsə yemək yiyir. Valla şəxsən mən biraz da görsən ki, yaxşı təsir bağışlayır. Nə bilim, orada yiyirlərsə, amma sən gör Allah sənə nə qədər toxluq verib ki, sən rahatsan, nəfsin qəti çəkmir. Yəni o yeməyə çəkmir və o deyim ki, o iftar vaxtın gözləmək də burada belədir ki, sözün düzü şükür Allaha ki, bizdə məsələn ailəvi oruç saxlayırıq. Allah qəbul və etsin. mən o süfrədə əyləşəndə o qədər xoşbəxt oluram. Yəni, orada bir mənəvi... Çünki gün ərzində olur ki, hərə öz işinin arxasıyla ora-bura bir süfrədə əyləşmək olmur, amma səhər ki, imsaqa qalxırsan, o başdan hamı bir yerdə Allaha dua eləyirsən və evladlar da o Allah kəlamını eşidir, atanın, ananın duaların, bir tərəfə keçən görür ki, ata namaz qılır, məsələn, nəvə görür, məsələn, baba namaz qılır, məsələn. Yəni, bu özü Allahın, məsələn, bizə bir lütfüdür. Elədir və çox gözəl bir nöqtəyə toxundu xalqın sənətkarı, Zakir qardaşım. Bəzən bizə gələn o 10 minlər sualların içində mən imsaka dura bilmirəm. Peyğəmbərimizin sahurda imsakda bərəkət var. Deyir ki, siz də demişsiniz, imsakda oldunuz. Mən bir çağırış edirəm ki, hər zaman ki, burada bir mənəvi ortamın formalaşması üçün imsak da, iftar da Allahdan bizlər üçün bir mübarək vəsilədir, bərəkətdir. Bir iqlim formalaşır orada. Necə gözəl söylüyor ki, nəvələr, xanım, orada atanın, ananın öğütləri, əl açıb Allahım mənim övladlarımı qoru, dövlətimi qoru, nəvələrimi qoru. O balaca nəvələrin belə şuurunda artıq bir vərdiş halına gəlir. O dəyərlərə sahiblənmək. Çünki bu dəyərlərin mühafizə olunması ailə qalasının möhkəmlənməsidirsə, digər tərəfdən də Azərbaycan dövlətçiliyinin möhkəmlənməsidir. Çünki mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı, Azərbaycan gəncliyi, qalib sərkərdəmiz Qarabağ Fatihi İlham Əliyev cənablarının rəhbərliyi ilə, Müzəffər Ali Baş Komandanlığı ilə Qarabağda tarixi zəfəri yazdı. O proseslərdə siz, biz yaxından iştirak edən bir şəxslər kimi bunu cəsarətlə söyləyə bilərik. Çünki onlar vətəni sevmək imandandır prinsipinə sahibləndilər. O sabah Allahın sayəsində Zakir müəllim, sizin, Allah bizlərə də qismət eləsin nəvələr. Onlar o dərsi aldıqdan sonra onu gələcək nəsillərə, övladlara transfer edəcəklər. Ona görə də o ailədə, o mənəvi mühitin formalaşmasında Ramazanın o gözəl gecələrini, xüsusi olaraq Qədir gecələrini, imsak saatlarını, iftar saatlarını, o anları, mələklərin belə hər zaman söyləyirəm, o seyr elədiyi o dəqiqələri məncə qaçırmaq, yəni yol verilməzdir. Allah razı olsun. Buyurun. Axşamınız xeyir olsun Seyidim. Qonaqlarınızı da salamlayıram, sizi də. Allah oruc namazınızı qəbul etsin inşallah. Hövsandan Ülviyə xanımdır. Bilmək istəyirəm, bir söz sualı vermək istəyirəm. Mən Quran götürmüşdüm ölənlərimə də.
Oxuyub qurtarmışam onu. Təzədən birində götürmüşəm. Onu birdən deyirəm qutara bilməsəm orucluq çıxana kimi. Onu davam etdirə bilərəmmi? Mümkünsə çox xahiş edirəm bu sualımı cavablandırasınız. Çox sağ olun, minnətdaram. Allah sizi var eləsin. Nə yaxşı ki bu verilişi açmısınız, sevə-sevə baxırıq. Allah sizə kömək olsun. Allah oruc namazınızı qəbul eləsin. Özümdə oruç tuturam, balalarım da namazda qılırıq. Allah sizə yar olsun. Çox sağ olun, minnətdaram. Çox sağ olun. Allah Azərbaycan dövlətini qorusun. Var olasınız. Çünki Azərbaycan dövlət başçısı, Qarabağ xilaskar İlham Əliyev cənabları əgər mənəvi dəyərlərin, dini dəyərlərin, dünyəvi ölçü olan Azərbaycanda birbaşa təminatçısı olmasaydı, Seyid Cəmal bir dəqiqə belə burada canlı efir aparıb, o 100 minlərə, bu dəyərli layihətçilərlə xitab edə bilməzdi. Allah var etsin. Bu arada artıq xəbəriniz olsun, yüzlərlə Quran xətimləri həyata keçirilir. Niyə? Çünki biz keçən il xatırlayırsınız, İnamın işığında Quran xətimlərinin duasını oxuduq son Qədir gecəsində. Bu arada biləsiniz ki, əziz izləyicilərimiz, yenə də İnam verilişində Allah qismət edərsə, dövlətimizin himayəsi ilə Quran xətimlərinin duası həyata keçiriləcək. Keçən il müqəddəs şəhidlərimizə, ulu öndərimizə necə Quran xətimi həyata keçirmişdik, bu ildə yenə də Allah izin verərsə onu tamamlayacaq. Buyurun, Ağa müəllim. Maşallah olsun, 5 günə belə bir çıxmasın, ilahiyyatçılarımız tamamlamayıb. Əgər Quranı bir dəfə tamamlayırsa, hələ qabaqda vaxtımız çoxdur, inşallah yəqin ki tamamlayar. Yox, illa əgər çatdıra bilməsə, bir insan ola bilsin ikinci, üçüncünü çatdıra bilməsə, önəmli olan niyyətdir. Bir hədisdə Peyğəmbərimiz buyurur ki, aleyhissalatü vesselam, bir xurma dənəsi boyda görülən bir işin bərəkətini Allah alır, o görülən işi. Qiyamət gününə qədər deyir, onu qədər böyüdər, böyüdər, böyüdər. Qiyamətdə qul o kiçik gördüyü əməli dağlar boyda böyük görər. Onun huzuruna gələndə deyər ki, bu nə işdir? Rəbbim deyər ki, bu sənin niyyətinə görə olan əməldir. Bunu böyütdün, bərəkətləndir. Ağa mənim təşəkkür edirəm. Var olasınız. Zakir mənim təşəkkür edirəm. Biz yenidən Ramazanda yenə də Ağa müəllim gəlir, sizi görmək istəyirik. Var olasınız. Əziz vəfalı inamsevərlər, sonuna qədər bizi izləyənlər, Allah Taala hər birinizin oruç və namazlarınızı qəbul etsin. Çoxlu sayda qalan suallara görə üzülməyin. İnşallah biz uzaqda deyilik, Space televiziyasındayıq. İnam komandası iftardan sonra yenə çalışacaq. Sübhün erkən çağında saat 4-də İnamın işığında imsaka doğru sizlərlə canlı efirdə görüşə gələcəyik. Uca, əziz Rəbbimiz, canımız, can Azərbaycanımızı qorusun.